Əksəriyyətimizin üzləşdiyi problem. Əksər ailələrin üzləşdiyi problem çıxmır. Hasant yolu bu hissədən nəsə salıb dartmaqdır. Nədən irəli gəlir? Yaxşı qurulamamaqdan. Keçid hissələrini. Biz bunu bərpa eləyək, orta nəticəni bir yerdə izləyək. Korroziya belə deyək, göbələyə bağlayıb. Bu hissələr qurulanmalıdır. Və bu hissəndə dilçəyin qırıb. Belə fırlandığına görə bu hissənin dilçəyin qırıb. Bu vəziyyətdə izolentlə bağlanıb. Üzərində də nömrə olub. Ola bilər də təmirdə də olub. Demək, ehtiyac yoxdur şurupları açmağa. Rezinləri çıxartdıq. Bu hissə belə rahat çıxır. Demək, fikir versəz, şaybalar yoxdur. Burada da şayba yoxdur. Burada bir ədəd var. Lazım olmayan yerə amma şayba qoyublar. Bu hissəyə diqqətlə baxsaz, qabın özündə də böyümə var. Yuvacıqları böyüyüb. Demək, bir izləyicimiz sual vermişdi ki, üst vtulka hansıdır? Üst vtulka budur. Yəni bu üstə olan hissə dəyişilsə, problem oradan itər və əsas düzgün balans eləməkdir. Şərt bu şesternanı qoymaq deyil. Yəni burada balans da eləyəcəyik biz. Yəni vtulka budur. Demək, alt krişkanı dəyişdik, şaybaları qoyduq. Bu hissələri sıxdıq, bu hissələri 3 ədəd, 2 ədəd şaybası var üzərində, onlar da yerində qaldı. Hərəsində 2 ədəd. Şesternalara etibar yoxdur. Ona görə biz nə edəcəyik? Bu hissədən deşəcəyik. Bu qaydada deşdik. 2 hissədən şurup bağladıq. Dəmirin içinə dərmanını vurduq. Demək, dişli çarxları yağladıq. Qrafit yağı ilə. Bunu balans elədik, yəni çarxların üçünü də balans elədik. Yastıqların altısında taxdıq. Papaqlı 4 ədəd şurup özümdən bağladım. Yəni başqa-başqa çəkənlərin şurupları idi üzərində. Demək, şnurları yerinə qoyduq. İçini yüngül təmizlədik ətin suyundan. Demək, 86 nömrəli dişli çarx, orta val, 600 krişka, bıçağı dəyişdik, kesid eləyib bu izolentləri açdıq. Buranı termosatka ilə yığacaq. Demək, bu qaydada termosatka tərkib silikondan yığdıq. Çox səliqəli bir şey əmələ gəldi. Məyət çəkənin səsi yerində. Hamımız evdə bu qaydada bağlayırıq. Bu qaydada düzgündür. Gərək ət çəkən bu qaydada qoyulsun. Adı yuxarı. Səpəki taxılsın. Bu qaydada taxılsın. Keçsin yerinə. Elə sıxırıq. Ondan sonra əti çəkirik. Və fikir verin. Rahat da çıxır. Bu qədər. Çox sağ olun izlədiyiniz üçün.